Şirvanda 2 mərtəbəli çox mənzilli binada yanğın baş verib. APA TV-nin Milmuğan bürosunun məlumatına görə yanğın hadisəsi Gülbala Şıxbalıoğlu küçəsində qeydə alınıb. Dərhal hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar. Bina sakinləri təxliyə edilib. Alov genişlənməsinə imkan verilmədən söndürülüb. Xəsarət alan yoxdur. Vallahi mən uzanmışım, yatmışım, onu da gördüm. Gəlin yat, qaçır o yana, qaçır bu yana. Az nə olub? Dedilər ki, ev eşik yanır. Nə qədər ailə yaşayır orada ana? Mən bilən 14'dür. 14'dür. Biri burada deyirsən yaşamır. Qalanı ilə burada yaşayır. Yerli cəmaət, qonum, qonşu, yanğın söndürmə xidməti, polislərimiz sağ olsunlar, operativ hərəkət elədilər, söndürürlər də indi görək. Hələ ki xəsarət alan yoxdur şükür. Yanğın nəticəsində binanın tavan hissəsində 60 kvadrat metr ərazi yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. İlkin ehtimala görə yanğına elektrik naqillərində qısa qapanma səbəb olub. Faktla bağlı araşdırma aparılır. Əlibəy Zeymallı, Elçin Həsənov, Fərid Yusifov, APA TV Şirvan.